Sosyal medyada dolaşan şu iddiayı zaten hepiniz gördünüz. Sözde Cumhurbaşkanı Recep Tayyip Erdoğan hayatını kaybeden Ermeni askerlerin ailelerine 10 milyon dolar yardım yapacakmış gibi bir saçmalık yayınladılar. Bu iddianın gerçek olmadığı zaten biliniyor ama biz yine de işi söylentiye bırakmadık. Konuyu resmi ve medya tarafında da netleştirdik. Azerbaycan Basın Konseyi üyesi ve Azhaber.com imtiyaz sahiplerinden Hacı Bey Heyderli'ye ve Editör Az Genel Yayın Yönetmeni aynı zamanda Azerbaycan Islahatçı Gençler Birliği Başkanı Ferit Şahbazlı'ya sorduk. Kısa ve net. Bu Azerbaycan-Türkiye arasına nifak sokmaya hedefleyen bir dezenformasyon. Hadi bir de onlardan dinleyelim. Sayın Medya Haber izleyicileri, karşımızda Azerbaycan Basın Konseyi üyesi ve Azerbaycan'ın en önemli haber sitesi olan Azhaber.com'un sahibiyle bir aradayız. Hacı Bey Heyderli, hoş geldiniz. Siz bu konuyu nasıl değerlendiriyorsunuz? Ümumiyyətlə düşünürəm ki, dezinformasiya, fake newslar təkcə Azərbaycan və Türkiyənin deyil, bu dəqiqə dünyanın ən böyük problemlərindən biridir və bu yaxınlarda Davos forumunda da əslində dezinformasiyaya qarşı artıq mübarizənin yaxın 2 il ərzində dünyanı təhdid edən ən böyük məsələlərdən biri olduğu göstərildi. Təbii ki, istər Türkiyə mediasında, Azərbaycan mediasında biz hər zaman dezinformasiyaya qarşı. Amma bu da reallıqdır ki, əgər informasiya varsa, mütləq dezinformasiya olacaq və bu kimi xəbərləri biz tez-tez qarşılaşacağıq. Və Türkiyə prezidenti cənab Recep Tayyip Erdoğan adından da belə bir fake newsun, dezinformasiyanın yayılanması həqiqətən də çox üzücü bir haldır. Çünki bilirsiniz ki, dünyada Azərbaycan və Türkiyənin dostluğuna, qardaşlığına bənzər bir nümunə yoxdur və təbiidir ki, bəzi qüvvələr də bundan hər zaman narahat olurlar, rahatsızlıq keçirirlər və həmin xəbər də mən düşünürəm ki, Azərbaycan və Türkiyənin qardaşlığını, dostluğunu həzm edə bilməyən qüvvələrin yaydığı bir dezinformasiya idi və əlbəttə ki, bu məsələdə ən önəmli faktor Azərbaycan və Türk mediası olmalıdır ki, Azərbaycan və Türk mediası əl-ələ verməlidir, bir olmalıdır və bu kimi dezinformasyonların qarşısını almalıdırlar. Bəzən biz görürük ki, bəzi saytlar da bəzən bu xəbərləri dərc edirlər, amma mən düşünürəm ki, istər Türkiyə ilə bağlı qurumlar, istər Türkiyə səfirliyi olsun, istər Türk jurnalistlər Azərbaycana əl çatandırlar. Biz istənilən bir məlumatı dəqiqləşdirə bilərik və əgər Azərbaycan və Türkiyə əleyhinə, Türkiyə prezidenti Recep Tayyip Erdoğan'ın adından belə fake news, dezinformasiya yayımlanırsa, düşünürəm ki, ilk növbədə biz mənbə olaraq bu xəbəri dəqiqləşdirməliyik. Sayın Medya Haber izleyicileri, şu an Azerbaycan Islahatçı Gençler Birliği Başkanı ve Editör Az Haber sitesinin genel yayın yönetmeni Ferit Şahbazlı ile bir aradayız. Ferit Bey, sözü fazla uzatmak istemiyorum. 3 gün önce bir dezenformasyon oldu. Cumhurbaşkanı İletişim Başkanlığı da bunu yalanladı. Azerbaycan'da bazı saytlarda çıktı bu. İşte Türkiye Cumhuriyeti Cumhurbaşkanı'nın Karabağ Savaşı'nda ölen Ermeni askerlerin ailelerine para yardımı yapacağı diye ile ilgili. Bu dezenformasyonu nasıl değerlendiriyorsunuz bu konuyu? Teşekkür ederim Ali Bey. Biliyorsunuz ki Azərbaycanla Türkiyəni tarihi dostluq, kardeşlik və bu gün də strateji ortaklıq ilişkiləri birləşdirir. Və bu gün dünyada öyle bir ikinci nümunə yox ki, Azərbaycan-Türkiyə kardeşliyi səviyyəsində olsun. Və xüsusilə də Vətən müharibəsindən sonra Azərbaycan-Türkiyə qardaşlığı həm müharibəsi zamanı, həm sonra bəlkə də tarixdən yüksək zirvəyə yüksəldi. Və təsadüfi deyil ki, elə bu dezinformasyon da məhz həm Azərbaycan xalqı üçün, həm də Türkiyə dövləti üçün ən vacib, həssas nöqtə olan Qarabağ məsələsi üzərindən həyata keçirildi. Yəni bu düşünmə Türkiyənin, onun liderinin Qarabağ müharibəsinin uğurla nəticələnməsində öz siyasi və mənəvi dəstəyini ən yüksək səviyyədə nümayiş elətdirən bir liderin, Erdoğan'ın adından belə bir məlumatın yayılması təsadüfi deyil və araşdırmalar göstərdi ki, bu məlumat Rus qaynaqlı xəbər agentlikləri tərəfindən yayılıb və ondan sonra da müxtəlif formalarda digər media orqanlarına ötürülüb və ya yayılıb. Əlbəttə bu Türkiyədə də, Azərbaycanda da zaman-zaman iki ölkə arasında münasibətlərini pozmağa çox böyük cəhdlər olub. Yəni xüsusən də bunun üçün ən müsait alan şübhəsiz ki, mediadır. Ona görə də mən hesab edirəm ki, Azərbaycan və Türkiyə qəzetçilərinin özəlliklə də indi daha çox ayıq-sayıq olmağına, daha diqqətli olmağına ehtiyac var. Yəni bugün Türkiyə Azərbaycanın Qarabağ savaşındakı ən yaxın tərəfdaşı, ən yaxın qardaşı olan Türkiyəni, onun liderini belə bir ağlasığmaz məlumatla ittiham etmək, onu hədəfə gətirmək şübhəsiz ki, yalnız Azərbaycan və Türkiyə qardaşlığını istəməyən, bu bölgədə sülh və sabitliyi istəməyən, Azərbaycanla Türkiyənin qardaşlığından narahat olan dairələrin işi.